Saat qurşaqları meridianlar üzərisindən hesablanılır. Biz keçirik məsəl üçün günəşin düşmə bucağı, bir də saat qurşağıdır. Əsas məsələ onsuz da qəbula düşən bu ikisindən düşür sual. Günəşin düşmə bucağında enlik üzərisindən gedirik. Saat qurşağında isə biz meridian üzərisindən, uzunluq üzərisindən gedirik. Məsəl üçün belə bir şey deyək də. Deyir ki, bu enlik verilir. 40 dərəcə şimal enliyi. Burada yerləşən A məntəqəsi, B, C, D nə bilim məntəqələrə hamısına günəşin düşmə bucağı eyni olur. Məsəl üçün deyir ki, 21 mart tarixində bu məntəqələrin hamısına günəşin orta vaxt düşmə bucağı nədir? Eyni oldu. Amma axşam üstünə falan indi səhər-səhərə görə o dəyişə biləcək bir şeydir. Çünki səhər-səhər indi günəşin üfüqdəki vəziyyəti var, axşam vəziyyəti var, indi dəyişir. Amma ki, eyni vaxtlarda eyni düşmə bucağına malik olur. Məsələn, günəş burada saat 12:00-da düşmə bucağı artıq tam gəlir ortada durur deyə hamısına eyni olacaqdır. Yəni bir enli üzərisində yerləşən məntəqələrdə günəşin düşmə bucağı eyni olur. Amma məsəl üçün belə bir uzunluq verir bizə 50 şərq uzunluğu. Burada A, B, C, D nə bilim Y məntəqələri verir. Bunların hamısına günəşin düşmə bucağı eyni deyil. Çünki günəş enlik üzərisindən düşür deyə müxtəlif düşmə bucağına malik olur. Yəni eyni uzunluqda yerləşən məntəqədə günəşin düşmə bucağının eyni olmasını biz görməyimiz mümkün deyil. Sonra gəldik saat qurşağına. Bir xətt üzərisində, bir meridian xətt üzərisində yerləşən məntəqələrin hamısında yerli vaxtı eyni olacaqdır. Yəni burada yerləşən A məntəqəsi və burada yerləşən B məntəqəsi, burada yerləşən C-dən burada olsun cənubda D məntəqəsi fərqi yoxdur. Saat burada 12:00-dırsa, əgər bu meridian üzərisində bunun hamısında saat 12:00-dır. Bu eyni meridiandır. Amma məsəl üçün desəm ki, burada yaşayan bu məntəqədə saat 12:00-dır, bunu mən deyə bilmərəm ha. Bu çünki enlik üzərisində müxtəlif dəyişir. Yəni biz ilkin olaraq öyrənməliyik ki, günəşin düşmə bucağına enliklə iş görürük, saat qurşağına isə uzunluqla işlərimizi aparırıq. Artıq saat qurşağının onsuz da biz keçmişik. Yəni bunu o qədər xırdalığına enmirəm, çəkmirəm hamısını bir-bir kimi falan saat qurşaqları var. Əsas məsələ nəyi bilməlisən? Yer öz oxu ətrafında 1 dərəcə, 1 saata 15 dərəcə nə edir? Yol gedir. Yəni 1 saat ərzində 15 dərəcə yol gedirik. Yer də kürə formasında olduğuna görə hər 1 saata 15 dərəcə yol gedirəm və bu da 360 dərəcə olduğuna görə 360-ı bölürəm 15-ə tapıram neçə? 24 saat. Hə, tapdım ki, 24 dənə saat qurşağı var. Yəni 15 dərəcədən bir bizim istifadə etdiyimiz meridianlar 15 dərəcədən bir 24 dənə meridian istifadə edirik biz. Lazım olan bizə budur elə bil ki. Yəni qeyri-adi bir şey deyil ha bu. Saat qurşağında sonra nə edeyim sənə buradan lazım olan. Şimal Buzlu Okeanının Antarktida materiki, bir də indi deyə bilərik Cənub Okeanı, bütün meridianlarla kəsişdiyinə görə bunlarda biz 24 dənə saat qurşağının nədir olmasını görməyimiz mümkündür. O deyir demək, Antarktida materikində biz 24 dəfə yeni il qeyd edə bilərik. Hər bir saatdan bir məsəl üçün yeni il qeyd edə bilərik. Sonra buradan lazım olan məsəl üçün beynimizdə həmişə o çaşqınlıq yaradan hissələr var ki, onlardan deyək. Biz məsəl üçün deyirik ki, şərq qərbdən həmişə irəlidədir. Şərq qərbdən həmişə irəlidədir. Gəl görək bu niyə belə oldu. Səsimi eşidirsən, mənim internet biraz zəif deyəsən. Eşidirsən məni Cəmlə? Hə, bəli, bəli. Şərq qərbdən niyə irəlidə oldu həmişə? Günəş çünki şərqdən çıxır. Biz Yaponiyanı günəşi sallanan ölkə deyirik. Bunun da səbəbi nədir? O zamanlar yəni kəşf olunmuş ölkələrdən Yaponiya idi bizə məlum olan. Düzdür, sonralar ondan daha şərqdə yerləşən ölkələr kəşf olundu. Məsələn, Yeni Zelandiyanın özü daha şərqdə yerləşəcəkdir. Amma biz Yaponiyaya deyirik günəşi sallanan ölkədir. Və biz məsəl üçün belə götürürəm. 3 dənə məntəqə yazıram. A məntəqəsi, B məntəqəsi, C məntəqəsi. Hər məntəqə arasında şərti olaraq deyirəm 1 saat vaxt fərqi var. Eləmi? Günəş C məntəqəsində çıxıb 6:00-da. C məntəqəsində günəş 6:00-da çıxanda B məntəqəsində saat neçə olur? 5:00. A məntəqəsində saat neçə olur? 4:00. Bu günəşimiz gəldi çatdı buradan B məntəqəsinin üzərisinə.
B məntəqəsində günəş çıxdı. Saat 6:00-da. Burada saat neçə olduğunda 5:00. Çünki 1 saat fərq var axı. Burada saat neçə oldu? 7:00. Günəş gəldi, çıxdı A məntəqəsinin üzərisinə. Oldu günəş burada. Saat 6-da günəş burada çıxanda. Bura saat neçə oldu? 7. Burada saat neçə oldu? 8:00. Gördükmü? Hər zaman qərbdə yerləşən məntəqə şərqdəkindən nə olacaqdır? Geridə olacaqdır. Şərq isə qərbdən hər zaman irəli olur. Çünki şərq günəşi birinci görür deyə, ona görə həmişə şərq daha irəlidə olması lazımdır bizə. İndi məsəl üçün nəyi deyir? Belə bir sual verir də bizə. Deyir ki, 50 şərq uzunluğunda yerləşən Bakı məntəqəsində saat nə bilim 19:51 olarsa, 19:51 olarsa, digər bir məntəqədə isə saat nə bilim 20:01-dir. Belə bir saat verib bizə. İndi mən ilk olaraq tapmalıyam ki, bu 20:01 bizim Bakımızdan şərqdədir, yoxsa qərbdədir. Buna baxmalıyam mən. Və bunun böyüklüyünə baxıram. İndi orada təbii ki, istisna hal ola bilər. Yəni bunu da vurğulayım, sonra demək ki, bəs bu hal niyə oldu belə? İstisna hal ola bilər ki, arada bir gün vaxt fərqi falan verirlərsə əgər, hə onda yerini dəyişə bilər. O hadisə deyəcəm. Amma genəlliklə qarşımıza çıxan sualda bu şəkildə sual qarşımıza çıxır. Deyir ki, bizə 50 şərq uzunlaşan məntəqədə saat 19:51 olan zaman saat 21:01 olduğu məntəqənin uzunluğunu tapın. Hansı uzunluq olduğunu. Bəli, bu demək rəqəm böyüksə nə olmalıdır? Genəlliklə bizdə şərqdə olmalıdır. Demək 20:01-imizdə bu şərqdə yaşayan bir X məntəqəsidir. Nə edirik? Aradakı vaxt fərqini tapıram. İlə də bir saat vermişəm. Gəl 01 verməyim də. Gəl bunu da 51 verim. Biraz çıxmağımız rahat olsun burada. 51. 20:51-dən çıxıram neçəni? 19:51-i. Qalır neçə? 0:00. Burada da 1 saatımız qalır. 1 saatımız demək nə var bunlar arasında? 1 saat vaxt fərqi var. 1 saatımız nə qədər edir dərəcəyə çevirəndə? 15 dərəcə. Və yaxud da indi yadımızdan deyə çıxdı 1 saatımız 60 dəqiqə deməkdir. 60-da bölürəm 4-ə. Çünki bir dərəcənin 4 dəqiqədir axı. Bölürəm 4-ə tapıram nə qədər? 15 dərəcə. Ha, deməli buradan bura 15 dərəcə fərq var. Bakıdan şərqə gedəmsə üstə gəlirəm. Olur neçə? 65 şərq uzunluğu. Tapdıq ki, burada saat neçədir? 21:51 olan məntəqə 65 şərq uzunluğunda yerləşən məntəqədir. Yəni bu bizə bunun üçün vacib oldu, bunun üçün lazım oldu. Sonra, məsəl üçün baxıram burada orta medianın tapılma qaydası var. Qoy da buradan ardıcıllıqla gedək, baxaq həmişəki izah qaydasından. Orta medianın tapılma qaydası var. Orta meridian nədir? Orta meridian saat qurşağının yerləşdiyi meridiandır. Məsəl üçün 6-cı saat qurşağı hansı meridian xəttinin üzərisində yerləşir? Bunu tapıram. Bunun üçün nə edirəm? 6-yı vururam 15-ə. Alıram neçə? 90 dərəcə. Demək 90 dərəcə şərq uzunluğu harda yerləşdi? 6-cı saat quşağının daha doğrusu 6-cı saat quşağı 90 şərq uzunluğunda yerləşmiş oldu. Bu bunun orta meydanı. Belə düşünün, deyək ki, evdir, evimiz var, bir də bizim həyətimiz var. Yəni bu 90 şərq uzunluğudur eləmi? 6-cı saat quşağı. Sonra gəlirsən 105 şərq uzunluğu. Bir də bundan geridə 15 dərəcə hansıdır? 75, eləmi? 75 şurada. 75 şərq uzunluğu. Bura 7-ci saat qurşağıdır. Buradakı 5-ci saat qurşağıdır. Deməli, mənim məntəqəm, mənim evim bu 6-cı saat qurşağıdır. Yəni evim burada yerləşir və bu evimin nəyi var? Kənarları da var. Bax bu kənar meydan məsələsinə gələcəm, ona görə deyirəm bunu ha. Yəni ki, bir yerdə bizim ərazimiz var. Bir müəyyən bir ərazi bizim ərazimizdir və bu ərazinin uzunluğu, enliyi daha doğrusu buradan bura nə qədər olmalıdır? 15 dərəcə məsafəmiz olmalıdır. Yəni biz çünki saat qurşağını hər birini 15 dərəcədən 1 gedirik. Kənar meydan tapan zaman da 15-dən 1 gedirəm və orta meydan tapan zaman da yenə 15-dən 1 gedirəm əslində. Sadəcə olaraq biz onu biraz fərqli yazırıq deyə bizə fərqli göstərir. Və tapdım ki 6-cı saat qurşağını vurdum 15-ə tapdım 90 şərq uzunluğu. Niyə mən 6-yı 15-ə vurdum 90 şərq uzunluğu tapdım? Çünki bir saata 15 dərəcə yol gedirəm. 6 saat yol getmək üçün nə qədər vaxtım gedər? Yəni mən 1 saat ərzində 15 gedirəmsə, 6 saat getmək üçün nə qədər vaxtım gedir? Nə qədər yol getməliyəm? 90 yol getməliyəm deməli. Yəni buna görə mən götürdüm 6-yı vurdum. Və yaxud da hesablaya bilərik də. Birinci saat qurşağı, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı saat qurşağı.
Köçdük. Hə, buradan artıq mən gələndə, hə, bir-bir sayıb gedən zaman gəlib çatıram neçəyə? 90 dərəcə çataram ki, 90 dərəcə hara oldu? 60 saat qurşağın orta medianı. Ya bir-bir saydım, ya da kimi götürdüm birbaşa vurdum 15 dərəcə. Çünki bilirəm ki, aradakı boşluğun bir nədir? 15-dir. Eyni kəsmə yüksəklik kimi bir şeydir ha bu da. Deyirik, məsəl üçün horizontal arasında qalan boşluğun sayına vur, tapasan ki, nə qədərdir məsafən. Həmən prosesdir. Deyirəm ki, bunu belə düşün. 1, 2, 3, 4, 5, 6 nədir? 1, 2, 3, 4, 5, 6. Aha, 6 dənədir. 6 dənə boşluq olmalıdır. 7 dənə xəttdir. Çünki burada 0-cı saat qurşağı da var, 1 də var, 2 də var, 3 də var, 4 də var, 5 də var, 6 da var. Hə, 1, 2, 3, 4, 5, 6. Vurdum 6-yı neçəyə? 15-ə. Elə bil ki, 15 sənin üçün həmişə kəsmə yüksəklik kimi yadda qalsın burada. Aldım neçə dərəcə? 90 dərəcə. Aydın oldu bunun bu hissəsi. Sonra, indi birdən deyir ki, bəs bu məntəqə qərbdə yerləşərsə nə olar? Qərbdə yerləşərsə, yəni əzbərləsən bəs eləyib bir dənə bunu ki, 24-dən çıxmaq lazımdır. Anlamağa bəzi şeylər var ki, müdafiə edir. Ümumiyyətlə anlamağa ehtiyac yoxdur. Sən bunu səhərsi gün istifadə etməyəsən onsuz da hardasa, anlamağa ehtiyac qalmır da heç. 24-dən çıxırsan bəs eləyir. Niyə 24-dən çıxır deyəndə? Hə, çünki bu qərbdə yerləşir, yerdədir deyə biz 24-dən çıxmalıyıq ki, gərək həmin o vaxta çataq deyə çıxırıq 24-dən. Bu dediyim cümləni əminəm ki, heç nə anlamadın da, yəni ki. Bunu dərk eləmək üçün gərək oturub bunun üstündə fikirləşsən ki, dərk eləyəsən bunu. Heç ehtiyac da yox dərk eləməyə. Elə bir günəyin ki, qərbdə iş görürəmsə 24-dən çıxmaq lazımdır. Qərbdə iş görürəmsə 24-dən çıxıram. Məsəl üçün, hər hansı qərbdən bir saat qurşağı deyək. Məsəl üçün 18-ci saat qurşağı. 18-ci saat yazılırdı. Belə mi yazılırdı? Hə, 18-ci saat qurşağı. 18-ci saat qurşağın orta meydanı tapıram. Nə etməli? 24-dən bunu çıxmalıyam. Çıxaram neçə qalır? 6 qalırmı? 6 ilə vururam yenə 15-ə qalır neçə? 90. Aldıq 90 qərb uzunluğu. Artıq bu 90 qərb uzunluğu orta meydan deməkdir. Bunu belə tapdıq. Sonra kənar meydanı tapılması var. Gələk kənar meydana. Deyir ki, məsəl üçün 90 şərq uzunluğu yenə yazıram bayaqkını. Və burada 6-cı saat qurşağıdır. Bunun kənar medianları neçədir? Kənar medianı tapmaq üçün biz birinci orta medianı tapmalıyıq. Yəni 6-nı vururam 15-ə, alıram 90 dərəcə, orta medianı tapıram. Sonra orta medianın üzərisinə bir dəfə 7.5 gəlirəm, bir dəfə də 7.5 çıxıram. Üstə gələndə edir 97,5, çıxanda edir neçə? 82,5 edir elə. 82,5. Tapdım ki, 82,5 ilə 97,5-in aralığında yerləşən bütün məntəqələr 6-cı saat qurşağına aiddir. İndi bax, buradan bura olan məsafəmiz nə qədərdir? 82-dən 97-yə olan məsafə. Və eyni yer məşədə yerləşir, çıxırıq da olar, çıxıb tapırıq da oradakı Ha, məsafəni. nə qədər eləyəcək buradan bura məsafə? 15 dərəcədə. Hə də Riyaziyyat, 15-15. riyaziyyat öz sözündə eləyir. Ha, 15 dərəcə. Bax gördükmü? Biz yəni ki, məsələn 90 dərəcə ilə 105 dərəcə biz götürəndə bu ayrı bir saat, artıq 7-ci saat qurşağıdır. Buradan bura məsafə nə qədərdir? 15 dərəcədir. Buradan bura da yenə nə oldu? 15 oldu. Yəni biz həmişə burada işimizi 15-dən tuturuq gedir də. Yəni ki, onsuz da bizə lazım olan 15-dir. Yəni biz bu kənar medianı tapdığımız zaman da elə olmalıdır ki, bu nə olsun? 15 dərəcə olsun. Niyə məsəl üçün mən 7,5 gəldim üzərisinə? Çünki mən burada 105 yazanda baxıram bura. 90 üstə 7.5 gəldim neçəni aldım? 97,5-i. Üstə bir dənə 7.5 gəldim neçəni aldım? 105 dərəcəni. İndi bu gəl baxaq görək. Burdan bura obş məsafəmiz nə qədərdir? 15 dərəcə. Elə bil ki 15-i 2 yerə böldüm. Birini verdim əvvəlki saat qurşağına, birini verdim özümdən sonraki saat qurşağına ki, hərənin üzərisinə gəlin tapın ki, bu nə qədər edir. Aydın oldu? Yəni bunu da buradan belə gəldik ha. Bəli. Sonra, vallahi saat qurşağına kimsə bu qədər xırda izah edim yadıma gəlmir də. Sonrasında Ee, orta meydanı tapdım, üstə də gəldim kənar meydan. Bu da mənim evimin, bax evim buradaydı. Mənim evim buradaydı. Orta meydan mənim evim idi. Bu da mənim hasarımdır, həyətimdir. Həyət yanı sahəmdir burada. Yəni bu 82 ilə 97 arasında qalan bu məsafələr mənə aid olan məsafələrdir. Mən də 6-cı saat qurşağıyam. Aydın oldu bu da bizə. Sonra nə var oradan qeyri-adi başqa? Yenə
O anda ki, məsəl üçün, qərb yarımkürəsində tapıramsa əgər kənar meydan, yenə eyni tapmalıyam. Çünki görəcəyim iş mən kənar meydan tapmaq üçün. Məsəl üçün, mənə sual belə verir. Deyir ki, 4-cü saat qurşağının kənar meydanını hesablayan. Sən birinci nəyi tapmalısan? 4-cü saat qurşağının harda yerləşdiyini tapmalısan da. Bunun üçün 4-ü vurursan 15-ə, tapırsan 60. 60-ın üstə gəldin, çıxdın. Düşdük 52,5 və 67,5 nə oldu? Sənin kənar medianların oldu artıq. Bu şəkildə tapdıq. Yəni biz hər zaman orta medianı tapırıq deyə, ona görə yenə qərbdə iş görsəm, məsəl üçün qərbdə deyək ki, mənə verib 22-ci saat qurşağını, nə etməliyəm? Çıxmalıyam 24-dən almalıyam 2. Hə, 2 aldım. Artıq bunu vuracam 15-ə, alacam 30 dərəcə qərb uzunluğu. Bir dəfə 30-un üstə gələcəm, bir dəfə 30-dan çıxacam. Hə, indi gəl belə bir şeydir. İndi deyərsən ki, ay müəllim, mən belə elədim. Burada 30 şərq uzunluğunu götürən zaman sağa gedəndə artdım, elədim 37,5. Sola gedən zaman azaldım, elədim 22,5. Eləmi düşürdü? Aha, gəldim burada 30 qərb uzunluğu verəndə mən karxıram axı. Sağa gedəndə indi mən artırım yoxsa azaldım mı deyə karxıram. Deyirsənsə ki, həmişə sıfıra bax ki. Sxemi çəkmək lazımdır ki, gözün o sıfırı görsün. Fərqi yoxdur. Hara gedirəmsə, əgər getdiyim tərəf sıfırdırsa, şərqə, sağa gedirəm, sola gedirəm, şərqə gedirəm, qərbə gedirəm, fərqi yoxdur. Getdiyim tərəf əgər sıfırdırsa, məcbur nə etməliyəm? Kiçiltməliyəm. Bax, bayaqların burada 30-un sağ tərəfində 37,5 yazdım. İndi 30-un sağ tərəfində nə yazacağam mən bura? 22,5. Yəni riyaziyyat öz sözünü deyir də burada. Mən götürüb 37,5 yazıb deyə bilərəm ki, 0 ilə 30 arasında yerləşir 37,5. Təbii ki, də deyə bilməkdir. Yəni bu riyazi cəhətdən də düzgün deyil. Aydın oldu. Ha, ona görə mən burada bu tərəfə getdim. Və bilirəm ki, mənim son nöqtələrim neçədir? 180 dərəcədirsə, əgər mən 180-ın üzərisinə gedirəmsə nə olmalıdır? Artmalı. Yazıda gəlir, mən onu sizə kursda işləyəndə şey edirdim. Bir-bir izah edirdim və onu sizdə oxuyurdunuz. Ağzınızı açıb mənə baxırdınız ki, Allah bu nə danışır görən. Amma mən sizə izah edirdim. Onu öyrənə bilmirdiniz, orada siz. Ha, onlar hamısı biz o izah. Həmən şeydə, həmən məsəl. Getdiyin tərəfə bax həmişə ki, nə, mən hara gedirəm? 180-də gedirəmsə artmalıyam, sıfıra gedən zaman isə azalmalıyam. Kənar meydanı tapdıq, bu getdi belə. Sonra saat qurşağının tapılmasında bir dənə şey var, onu deməli, qoy onu da deyək. Deyir qurşaq vaxtının tapılması və yaxud da ki, nə bilim, nə deyək, orta median, kənar median, hə, qurşaq vaxtının tapılması da. Saat qurşağından qurşaq vaxtının tapılması. Xeyli vaxt saat qurşağı izah eləmirəm ki, yadımdan çıxmır özüm. Hə, quşaq vaxtından saat quşağının tapılması qaydası. Eyni şeydir əslində bunlar da. Yəni ki, saat quşağı da eyni anlayışdır, quşaq vaxtı da eyni anlayış. İkisində də saat quşağını tapırsan. Burada uzunluq verilir sənə artıq. Orta median verilir. Deyir ki, elə bil ev verilir sənə, evin yiyəsini axtarsan artıq. Məsəl üçün 90 dərəcə şərq uzunluğu verilib. Yenə şərq-qərb məsələsi var. 90 şərq uzunluğu verib. Nə edirəm? Bölürəm bu dəfə 15-ə. Görüm mənim saat qurşağım neçə olacaq. 6 dəfə 15, 90. Qalıb da 0 qaldı. Deməli, mənim saat qurşağım nə oldu? 6-cı saat qurşağı oldu. İndi olar ki, 90 qərb uzunluğu verər mənə. Yenə bölərəm 15-ə. Taparam 6, amma tapdığımı nə etməliyəm? 24-dən çıxmalıyam. Bu yadımızda qalsın. Yəni yadda saxlamaq üçün deyim ki, sıfırdan sağa götürəndə belə sıfırdan 12-yə qədər, yəni olan hissə sıfırda deməyək də. Elə bil ki 1-11 aralığında 1-11 daxil olmaqla. Bunlar şərq yarımkürəsinin saat qurşağıdır. 13-23 arasında qalanlar isə 13-23 daxil olmaqla. Bunlar qərb yarımkürəsinin saat qurşağıdır. 0, 24, 12 demirəm, çünki bunlar həm şərqə, həm də qərbə düşən saat qurşaqlardır. 0 və 24-cü saat qurşağı eyni xəttə düşür. 0-cı xəttə düşür ha. Bax bunu qoy bir dənə qalsın bura gedim ora tez dəyim gəlim. Bax 0 dərəcə deyil. 0 dərəcənin sağına verirəm 7,5. Soluna verirəm 7,5. Bu aralıqda yerləşən məsafəmiz 0 və ya 24-cü saat qurşağıdır. Birinci saat qurşağı hardan başlayır? 7,5-dən başlayırsan, gedirsən. Üstə gəlirəm 7,5. Neçəyə düşürəm mən? 15-ə. Bax, artıq birinci saat qurşağıdır, gördük. Üstə gəlirəm 7,5, gedirəm çıxıram 22,5-ə. Üstə gəlirəm 7,5, çıxıram neçəyə? 30 dərəcəyə. Olduq ikinci saat qurşağı.
Aydın oldu bu da bizə. Bax, birdən sual verir ha sənə. Deyir ki, məsələdir, həll edirsən, gəlirsən, tapırsan. Məncə bir qəbul edirsən düşmüşdü, bir dəfə elə bir şey olmuşdu. Tapıbsan ki, məsələn sənin 4 şərq uzunluğu. Elə bilirsən ki, bu birinci saat qurşağında yerləşir. Bir tərəfə tapırsan ki, məsəl üçün 9 dərəcə qərb uzunluğu. Belə bir sual alırsan. Deyir ki, bunların yerləşdiyi saat qurşağında bilirsən ki, birinci saat qurşağı. Xeyr, 4 şərq uzunluğu 7,5-dən içəridə qaldı deyə. Bu düşdü 0-cı və ya 24-cü saat qurşağına. 9 isə məsələn burada qalır deyə artıq bu düşür hə, birinci saat qurşağına aid olacaqdır deyəcəksən. Bax, bu da yadımızda qalsın. Hə, deməli biz tapırdıq nəyi? Saat qurşağının tapılmasını deyirdik. Qərbdə olan zaman yenə 24-dən çıxmaqla təbii ki də öz fərasətimi nə edirəm, göstərirəm ki, 24-dən çıxdım, halaldır mənə. Tapdıq bunu beləsinə. İndi məsəl üçün verilən məntəqə qərbə bir uzunluq verilib, belə bir uzunluq verilib. 97 dərəcə, 98 dərəcə. 98 dərəcə şərq uzunluğunun yerləşdiyi saat qurşağını tapmaq lazımdır. Yenə bölürəm 15-ə. 6 dəfə 15, 90. Qaldı 8. 7,5-dən əgər Bir deyil. böyükdürsə, üstə 1 Yox, gələr. biz İndi deyil. gəl bunu da anlayaq da biz. Onsuz da boş adamlarıq, işimiz yox, gücümüz yox. Qəbula uşağa göndərmirik ki. Bir sürü uşağı yığıb qəbula göndərmirik ki. Gəl bunu da anlayaq. Niyə mən 7,5-dən böyük və kiçik olmağına yanaşdım? Biz əslində saat qurşağını 15 dərəcədən bir öyrənirik. Əslində bunu bizə 7,5-dən bir öyrəsələr daha məntiqli olar bəlkə də. Çünki daha çox bu anlasaq bunu anlasaq. Saat qurşağını anlamış oluruq mənə görə. Ha, deməli nə etdim? 7,5-dən niyə böyük və ya kiçik olmağına baxıramsa, gəl baxaq belə. Yenə bax çəkirəm bayaqki sxemi, 0-ı çəkdim. Yazdımmı 7 tam onu da yazamadım. Yazdımmı 7 tam onda 5. Aha. Dedimmi bu hissə 0-cı saat qurşağına aiddir. Gəldim üzərisinə 7,5 neçə aldım? 15 dərəcə. Üzərisinə 7,5 gəldim neçə aldım? 22,5 dərəcə. Gəldim aldım 30 dərəcə. Aldım 37,5 dərəcə və sairə getdik bu şəkildə. Bura oldu artıq birinci saat qurşağımız bu aralıq. Bu aralıqdan belə oldu nə? İkinci saat qurşağımız. Bax 7,5-i buna görə fikir verməliyəm ki, əgər 7,5-dən böyükdürsə, qalığım 7,5-dən böyükdürsə, üstə 1 gəlməmin səbəbi budur. Elə bil ki, bu qalıq sənin dərəcəndir. Bu qalıq sənin dərəcəndir. Necə? Tapmışam 6-cı saat qurşağı. İndi gəl 6-yı götürməyək biz burada. İndi 6-yı yazmamışam. Məsəl üçün götürürəm 1-ci saat qurşağını, eləmi? Rəqəm də mənə verilsin belə şey, beynin ümid edirəm ki, qarışmır bir-birinə. Səbirli olaq. Ha, məsəl üçün Yox, mənə bəli, başa verilən düşdüm. rəqəm belədir. 21 dərəcədir verilib şərq uzunluğu. Bölürəm 15-ə, bir dəfə 15-im, 15, qalat neçə qalır? 6 qalır. Bir dənəsi də mənə verilib 23 dərəcə. Bölürəm 15-ə. Bir dəfə 15, neçə qalır burada? Çıxanmadım. 9 qalır, 8. 8. Ha, 8 qaldı qalımız. Ha, birində 7,5-dən kiçik hal oldu, birində isə 7,5-dən böyük hal oldu. İndi nədir? Bunu belə düşünürlər ki, bu qalığın elə bil sənin bax bu ara hissələrində bunu belə düşünürlər. İndi tapmışam 1. Elə burada. 1 tapmışam. 1 hara düşdü? Bura düşdü. 15 dərəcəyə düşdü. Eləmi? Aha, 15 dərəcəyə 1 düşdü. 15-in üstə 6 gəlsəm, bax bu qalığı gəlsəm neçə alacam? 21. 21 hara düşür? Bu saat quşağına düşür də birinci saat quşağına. Əgər bu 15-in üzərinə 8 gəlsəm neçə alacam artıq? 23 alacam. Keçdim hara? İkinci saat quşağına. Bax buna görə biz deyirik ki, 7,5 üzərisinə gəlməyimiz və ya çıxmağımız bax bu səbəbdən irəli gələn bir şeydir ki, o 7,5 bizim elə bir 7,5 7,5 artıram deyə həmişə. Əgər 7,5-dən böyük rəqəm artsam, onda artıq gedib çıxam hara? Digər saat qurşağına. Ona görə mənim birinci burada yazdığımda nə oldu? Birinci saat qurşağı oldu cavabım. Amma burada nə oldu cavabım? İkinci saat qurşağı. Bax bu buradan irəli gələn bir şeydir. Aydın oldu bu sənə. Beynin qarışmadı ki burada. Biraz dolaşıq danışdım elə bil. Xeyr, müəllim, Hə, ümid başa edirəm. düşmüyorum, mən başa düşdüm. Ümid edirəm ki, başa düşürsən. Sonra nə deyim başqa sənə bu da fövqəladə. Yerli vaxtın tapılması, yerli vaxtın tapılması. Ha, gəl yerli vaxtın tapılmasına baxaq. Belə bir şey deyir. Məsəl üçün bayaq indi buna aid bir dənə nümunə yazdıq lap birincidə.
Deyir ki, 50 şərq uzunluğunda yerləşən məntəqədir. 50 şərq uzunluğunda bizim göz muncuğumuzdur. Burada saat 20:00 olan zaman, nə bilim, 70 şərq uzunluğunda saatımız neçə olar deyə bir sual verir bizə. Nə edirəm? Eyni yarımkürədir deyə aradakı məsafəni tapıram, edir 20 dərəcə. 20 dərəcəni də bir kənarda, dəftərin bir kənarında heç kim görmədən qollu böləklə bölürəm. 15 siz buna nə deyirsiniz? Budaqlı bölmə deyirsiniz, eləmi? Bakılılar. Bu qalıq 5 Evet. qalır. İndi qalıq 5 qalanda həyəcanlanıb özümü itirim burada. Bunun üstə bir gəlim 2 yazım eləyim söhbəti olmasın da. Yəni ki, çünki yerli vaxtla quşaq vaxtının, saat quşağının fərqi var. Nədir? Məsəl üçün 13:00 bu yerli vaxtdır. Məsəl üçün 5-ci saat quşağı bu quşaq vaxtıdır. Yəni quşaq vaxtında dəqiqə söhbəti yoxdur. Məsəl üçün biz hər hansı bir ölkənin aramızdakı vaxt fərqini hesablayan zaman biz bunu yerli vaxtdan çox düzgün, dəqiqəsinə dəqiqə tapa bilirik. Amma telefonumuzda buna baxan zaman görürük ki, nədir? Bu fərqlidir bizdən. Biz dediyimiz rəqəmə o uyğun gəlmir bir-birinə. Niyə görə? Çünki telefon bizə dəqiqəni göstərmir deyə, telefon quşaq vaxtından işləyir deyə. O bizə düzgün göstərmir. Yerli vaxtla quşaq vaxtının fərqi budur ki, dəqiqə məsələsindədir bir dənə. Aha, deməli, tapdım ki, qalığım 5 alınır. 5-i də vurdum 4-ə, aldım 20 dərəcə. 20 dəqiqə. 1 saat 20 dəqiqə nə oldu? Vaxt fərqim oldu. Şərqə gedən zaman üstə gəlirəm. Üstə gəldim 1:20-ni aldım neçə? 21:20. Demək burada saat 21:20 olacaqdır. Məntəqə məsəl üçün qərbdə yerləşəsi olsaydı, deyək ki, məntəqə qərbdə yerləşib, məsəl üçün 30 qərb, şərq uzunluğunda. Yenə 20 dərəcə fərqim var. Bu zaman nə edirəm? Çıxıram. 20:00-dan çıxırıq nəyi? 01 20-ni. Bunu da şükür Allaha çıxa bilmirəm. Bunun üçün nə edirəm? Buradan 1 saat verirəm bura. Olur 60. Burada qalır 19. 60-dan 20, 40 qalır. 19-dan da 1 çıxanda 18. Demək burada saat neçə olurmuş? 18:40 olurmuş. Bax bu şəkildə də bunu tapmış oldum. Çox deyib belə oturub saat quşağından saatlarla danışmaq olar. Yəni geniş bir şeydir, mövzudur. Qəbul olarkən düşə bilər, düşmə ehtimalı qəbula məsəl üçün var. Sonra nə deyim buradan sənə? Məsəl üçün bir də sual ver ki, yerli vaxtla quşaq vaxtının üst-üstə düşmək məsələsi. Bu nədir? Məsəl üçün məntəqə 95 şərq uzunluğunda yerləşirsə, mən bunu 15-ə bölürəm, tapıram bunun yerli və quşaq vaxtını. Gəl birinci tapaq quşaq vaxtını. 6 dəfə 15 90. Qalaq neçə qaldı? 5 qaldı. 7,5-dən kiçikdir. Yazdım neçə? 6-cı saat quşağı. Dayandıq burada. İkinci halda tapıram yerli vaxtını. Yenə eyni şəkildə bölürəm 15-ə. 6 dəfə 5 90. Qalıq 5 qaldı. Qalığı vururam 4-ə. Alıram 20. 6 saat 20 dəqiqə. Bu məntəqənin yerli vaxtı 6:20-dir. Quşaq vaxtı 6-cı saat quşağıdır. İndi birdən sual verir ki, yerli və quşaq vaxtı arasında fərq nə qədərdir? 20 dəqiqə yerli və quşaq vaxtı arasında nə var? Fərqimiz var deyəcək. Sonra birdən belə bir sual verir bizə. Deyir ki, 0 dərəcə bir məntəqəmizdir. 170 dərəcə qərb uzunluğu, qərb uzunluğu idi. Sor, Necə? Soruş. sor. Orada müəllim həmişə 4-ə vuracaqdı o şey Çünki bizim bir tapanda dərəcəmiz 4 dəqiqəyə yer vaxt bərabərdir deyə. tapanda dəqiqəni 4-ə vuracaqdı. So. Bir dərəcəmiz 4 dəqiqəyə bərabərdir. Ona görə biz onu həmişə 4-ə vurmaq orada vacib. Dəqiqə tapısını 4-ə Yəni o vurursan. istisnası yoxdur. Səsin İstisnası qırılır, yoxdur onun kəskin. yəni. İstisnası yoxdur. Əgər dəqiqə tapıramsa, yəni yerli vaxt tapıramsa, bəli, 15-ə vur, qalığı 4-ə vurmalısan. 15-ə böl, qalığı 4-ə vurmalısan. Yox, quşaq vaxt tapıramsa, onda vurmağa ehtiyac qalmır artıq. Quşaq vaxtında 7-15-ə baxıram. Böyüksə, kiçikdirsə, hə, üzərisinə gəlirik. Aha. Deməli, belə bir variant veriblər mənə. Məsəl üçün, burada saat deyək ki, verilib, nə bilim, 18:50 verilib. Bu məntəqədə saat verilib, məsəl üçün 16:50. Belə bir, yox, saat verilməsin də bizə. Belə bir məntəqə verilib. Birində verilib 18:50 eləcə. Vsyo. Ha. İndi deyir ki, bu 170 şərq uzunluğunda yerləşən məntəqənin saat neçə yerli vaxtını hesablayın. Hə, nə ayırıram burada, nə edirəm mən? Baxıram ki, fərqli yarımkürədir. Buradan belə, buradan belə. 160-ın üstə gəlirəm. 170-i bunları topladım neçədir? 200.
Hesabla hesablamaq olmaz. 330 edir. 330-u 360-dan çıxıb da hesablaya bilərik 30 dərəcə olmasını. Çıxdım, biraz ağlım varsa əgər, çıxdım aldım 30, 30-da böldüm 15-ə, aldım 2 saat vaxt fərqi var. İndi prosta bir məsələ var ki, mən burada həmişə öyrənmişəm ki, şərqə gedəndə nə etməliyəm? Üstə gəlməliyəm də. Bunda üstə gəlirəm, alıram burada 20-50. Bu da təbii ki, cavabımız səhv çıxır. Sən burada B də yaza bilərdin. 30-u 330-u çevirə bilərdin sadə, oradan da hesablayıb gedə bilərdin. O da artıq ekstra bir şeydir. Bunun üçün biz nə edirdik? Bunun üçün etməli olduğumuz sadə bir yol var idi. Yolumuz da bundan ibarətdir. 180 dərəcə ortaya alırdıq. Yarımkürələr bir dənə dəyişirdik. 160 olur deyə bilin qərb uzunluğu burada. 170 də şərq uzunluğu olurdu. Harda? Burada. Buradan bura mənim 10 dərəcə, buradan bura isə 20 dərəcə fərqim var. Və məndə 170 şərq, 160 şərq uzunluğunda saat verilib bizə 18:50. Edir nə qədər? 30 dərəcə. 30 da bölürəm 15-ə. Alıram nə qədər? 2 saat vaxt fərqi. Və müəllim demişdi, qərbə gedən zaman nə ilə gedən? Çıx ilə. Çıxdım və burada alıram neçə? 16:50. Yəni başa düşdük. Bu şəkildə almış olduq. Yəni biz yenə qaydamızdan çaşmadıq. Sadəcə olaraq 180-i ortaya alıb yer kürəsinə fərqli şəkildə baxış etdik deyəcəyik.